Azərbaycan Respublikasının Prezidenti Cənab İlham Əliyev, Azərbaycan Respublikasının birinci vitse-prezidenti Mehriban Əliyeva, Azərbaycan Respublikasının Baş naziri Cənab Əli Əsədov, Milli Məclisin sədri Sahibə xanım Qafarova, Azərbaycan Respublikasının Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf Siyasət Şöbəsinin müdiri Cənab Şahmar Mövsümov, Azərbaycan Respublikasının Baş Prokuroru Cənab Kamran Əliyev, Azərbaycan Respublikasının Baş Prokurorunun müavini Cənab Elmar Camalov, Azərbaycan Respublikasının Baş Prokurorluğu, Ədliyyə, Gömrük və Vergi orqanlarının istintaq təhqiqat və əməliyyatlar axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Cənab Ceyhun Kazımov, Azərbaycan Respublikasının İqtisadiyyat naziri Cənab Mikail Cabbarov, Azərbaycan Respublikasının İqtisadiyyat naziri müavini Cənab Elnur Əliyev. Hörmətli cənab Prezident, çox uzun müddətdir ki, mənə qarşı Baş Gömrük İdarəsinin rəhbərliyi Elmir Ramazanov tərəfindən yaradılan süni əngəllər şəxsi prinsip xarakterli, eyni zamanda vəzifəli şəxsin vəzifə səlahiyyətlərini aşma və sahibkarı qəsdən süründürməkçiliyə məruz qoyan, saxta sənədlərlə, saxta hesablamalarla, saxta rəqəmlərlə, saxta qiymətlərlə özündən uydurma və havadan götürülmüş 97.665 manat rəqəmi ilə ittiham edərək qanunsuz prosessual pozuntularla dolu olan protokol və ya raportlar Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsinə yönəldərək mənə qarşı cinayət işi ilə hədələmə, qanunsuz araşdırmalar davam edir. Dövlət Gömrük Komitəsinin Əməliyyat İstintaq Baş İdarəsi hələ də öz əsas vəzifələrini tam olduğunu anlamır və bilmir. Belə ki, əməliyyat və istintaqın əsas hərtərəfli, tam və obyektiv işin aparılmasıdır. Lakin göz qabağındadır ki, həmin araşdırma natamam, mən göstərdiyim istinadları, sübutları, faktları, qanunsuz pozuntularını görməzdən gəlirlər və onlara məhəl qoymurlar. Bir tərəf, yəni Elmir Ramazanovun diktəsi ilə əsassız mənə məxsus olmayan qanunsuz yollarla əldə olunmuş sənədlərlə və uydurma rəqəmlərlə ittiham etmələri, qeyri-obyektiv, onların dediklərini və göstərdiklərinin əksini mən isbat etdikdə, faktlar və sübutları göstərdikdə ədalətli qərar vermirlər və yenə də onlara məhəl qoymurlar. Mənə maraqlı budur ki, faktlar, prosessual pozuntularla və qanunsuz yollarla əldə olunmuş sənədlərin prosessual rəhbərliyi həyata keçirən prokuror nəyə baxıb və nəyə baxmır? Əsas məsələ budur ki, qarşısını niyə almır? Hörmətli cənab Prezident, yuxarıda yazılanları nəzərə alaraq məni təcili, əlimdəki sübutlarımla, faktlarımla, əsaslarımla birlikdə qəbul etməyinizi və ya sahibkarlıq fəaliyyətimə, qanunsuz müdaxilələrin, qanunsuz təzyiqlərin, süründürməkçilərin, bürokrat əməliyyatlarının natamam qeyri-obyektiv araşdırmaların vəzifə özbaşınalarının son qoyulması üçün Baş nazir Əli Əsədova, Milli Məclisin sədri Sahibə Qafarovaya, Prezident Administrasiyasının İqtisadi Məsələlər və İnnovativ İnkişaf Siyasət Şöbəsinin müdiri Şahmar Mövsümova, Respublikanın Baş Prokuroru Kamran Əliyeva, Respublikanın Baş Prokurorunun müavini Elmar Camalova, Baş Prokurorluğun Ədliyyə, Gömrük və Vergi orqanlarının istintaq, təhqiqat və əməliyyat axtarış fəaliyyətində qanunların icrasına nəzarət idarəsinin rəisi Ceyhun Kazımova, İqtisadiyyat naziri Mikail Cabbarova, İqtisadiyyat naziri müavini Cənab Elnur Əliyevə məni təcili olaraq qəbul etmələri barədə göstəriş verməyinizi sizdən xahiş edirəm. Hörmətlə Lyon Center MMC-nin direktoru Aslanov Ramil Xurşudoğlu,